Değerli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Mən sizi Ağdam rayon Baharlı qəsəbəsindən salamlayıram. Bu yollar, bax, mən operatorumuzdan xahiş edirəm, bu yolları götürsün. Həqiqətən çox bərbad bir vəziyyətdədir. Buradan gedən adam, təsəvvür elə daşı olan adam, xahiş edirəm elə daşı, böyrəklərində daşı olan şəxslər gəlsinlər bir-iki dəfə bu yolu geçsin. Mən əminəm ki, 100% o daş düşəcək bu yolda. Bu yollar niyə bu gündədir? Mən adiyyəti qurumlara müraciət edirəm buradan. Belə yol olar, sizə ant verirəm Allaha, belə yol mu olar? Bura girən şəxslər, maşınla burada hərəkətdə olan şəxslər təsəvvür eləyin ki, bu yolları gün ərzində bəlkə də 1000, 2000 bu yoldan maşınlar gedir, gəlir. Bilirsinizmi? Bu maşınlar heyifdir, kasıb təbəqələr yaşayır burada. Bu yolları, bu vəziyyətə bilmirəm indi nə cür olub, istismar vaxtı başa çatıb, yoxsa niyə bu vəziyyətə düşüb bu yollar, bu haqda heç nə deyə bilmərəm, sadəcə onu deyə bilərəm ki, burada yaşayan insanlar yazıqdılar. Onlar qazandıqlarını bu maşına qoyurlar. Maşınları bu yollarda darmadağın olur. Bəs siz bunları nəzərə almırsınız. İndi mən bilmirəm, bu yol Baharlı qəsəbəsinin bələdiyyəsinin tabeçiliyindədir, yoxsa hər hansı bir dövlət yol çəkmə müəssisəsinin tabeçiliyindədir. O haqda heç nə deyə bilmərəm, amma mən xahiş edirəm aidiyyəti qurumlardan, ayıbdır, həqiqətən ayıbdır. Belə yol olmur. Doğrudan çox pis gündədir. İndi kamerada bilmirəm nə cür düşür. İndi mən maşınla hərəkətdə olan zaman çəkilişləri sizə göstərəcəm. Bəs mən xahiş edirəm, bax, bu yol çək o tərəfə zəhmət olmasa, bu istiqamətdə qəsəbələri bir-birinə bağlayan yollardır. Bax, bu həmən yol. 800-dən yuxarı tək Baharlı qəsəbəsində evlər tikilib. Allah dövlətimizi var eləsin. Dövlətimiz gözəl işlər görür. İnsanlarımız yaşayır orada. Yəni 800-dən yuxarı evlər var Baharlı qəsəbəsində. Və eyni zamanda Baharlıdan da keçirsən növbəti qəsəbələrə. Orada da 1000-dən çox təsəvvür eləyin, evlər tikilib. Bəs orada yaşayan sakinlər, orada fəaliyyət göstərən insanlar bu yolu gün ərzində gedirlər, gəlirlər. Belə yol olmur axı, dəyərli izləyicilərimiz. Dəyərli adiyyəti qurumlar. Mən sizlərə səslənirəm. Zəhmət olmasa bu yol haqqında ölçü götürün. İnsanlar yazıqdır. Yenə deyirəm, qazandıqların hamısını bax deyə bu yollar falan dağıdır maşınları. Baxın. Və yaxşı deyil axı. Mən buradan adiyyəti qurumlara səslənirəm. Bu kasıb millətin niyə belə belin qırırsınız? Olmaz axı belə. İnsanlar qazandığın hamısını qoyur maşına. Maşınlar bu yolda darmadağın olur. Mən indi xahiş edirəm, bilmirəm indi bu yol hansı şirkətin, hansı bələdiyyənin tabeçiliyindədirsə, zəhmət olmasa bu haqda ölçü götürün. Özünüzdən müğayət olun. İnşallah növbəti videolarımızda görüşərik.